Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin. Ve sallallahu ala seyyidina Muhammedin ve ala alihi tahirin ve ashabihi ecmaîn. Esselamu aleyküm ve rahmetullah. Əziz və dəyərli izləyicilərimiz, sizinlə Təhavi əqidəsi dərslərimizə davam edirik. Yeni dərsimizə keçmədən öncə ötən dərsimizdə oxumuş olduğumuz maddələri qısaca olaraq xatırlayaq. 13-cü maddədən etibarən dedik ki, o, yəni Allah, məxluqatı yaratmazdan əvvəl də bütün sifətləri ilə qədim idi. Digər maddədə məxluqatın sonradan var olması, onun sifətlərinə əvvəl malik olmadığı heç bir şey əlavə etməmişdir. O, sifətləri ilə əzəli olduğu kimi, həmin sifətləri ilə əbədi olaraq qalıcıdır. O, yəni Allah Azza və Cəllə, məxluqatı yaratdıqdan sonra Xaliq, yəni yaradan adını qazanmadığı kimi, canlıları yoxdan var etməklə də Bari, yəni yoxdan var edən adını sonradan əldə etməmişdir. O 7-ci maddə ilə davam edirik. Rəbbinə tabi olanlar, yəni mərbublar, yox ikəndə o Rəbb idi. Yaradılanlar yox ikəndə o yaradan idi. Necə ki o, ölüləri diriltdikdən sonra muhyi, yəni həyat verən adına layiqdirsə, onları hələ diriltməzdən əvvəl də bu ada layiq idi. Eyni şəkildə, məxluqatı vücuda gətirməzdən, inşa etməzdən əvvəl də yaradan, yəni Xaliq adına layiq idi. Buna görədir ki, o hər şeyə qadirdir, hər şey ona möhtacdır. Hər iş onun üçün asandır və o heç bir şeyə ehtiyac duymaz. Necə ki, ayədə buyurulur, onun bənzəri heç bir şey yoxdur, o eşidəndir, görəndir. Məxluqatı elmi ilə yaratmışdır, onlar üçün qədərlər müəyyən etmiş və onlar üçün əcəllər təyin etmişdir. Məxluqatı yaratmazdan əvvəl heç bir şey ondan gizli deyildi. Hələ yaradılmamışdan öncə də onların nə edəcəyini bilirdi. Onlara, yəni qullara, özünə itaət etməyi əmr etmiş, üsyan etməyi isə qadağan etmişdir. İndi isə yeni dərsimizə 25-ci maddədən etibarən davam edirik. Və kullə şeyin yecri bi təqdirihi və məşiətihi və məşiətuhu tənfuzu. Və kullə şeyin hər şey yecri cərəyan edər bi təqdirihi Allahın təqdiri və məşiətihi Allahın istəyi ilə. Və məşiətuhu onun istəyi tənfuzu mütləq gerçəkləşər. Və lə məşiətə lil-ibadi. Və lə məşiətə istəmə yoxdur. Lil-ibadi qullar üçün illə ancaq vardır. Mə o şey ki, şəələhum onlar üçün istədiyi şey. Yəni, Allahın qullar üçün istədiyi şey xaricində qullar üçün istəmə yoxdur. Yəni, qulların, biraz daha açacaq olsaq, qulların istəyi də Allahın istəməsinə bağlıdır. Çünki bizim etiqadımız, inancımız o yöndədir ki, qulların bütün işlərini və feillərini yaradan Allah Azza və Cəllədir. Yəni, qullar bir şeyi, insanlar bir şeyi hər nə qədər istəsələr belə, Allah o şeyi onlar üçün istəyib yaratmadıqca, qullar üçün istəmə yoxdur. Fəmə belə olan təqdirdə, belə olan halda, şəələhum onlar üçün nəyi istədisə, kənə həmin şey olar, gerçəkləşər. Və mə ləm yəşə nəyi də istəməmişsə, ləm yəkun həmin şey gerçəkləşməz və olmaz. Necə ki, bu barədə Uca Allah belə buyurur.
Haliku kulli şeyin. O her şeyin yaratıcısıdır. Ve başka bir ayette Vallahu halakakum ve ma ta'malun. Sizi ve etmiş olduğunuz şeyleri Allah yarattı. 27. maddede ise İmam Tehavi belə deyir. Yehdi men yeşâ'u. Yehdi hidayet eder. Men o kəsi ki yeşâ'u dilədi. Yani Uca Allah dilediği kimsəni hidayete yönlendirer, hidayet eder ve ya'simu ve koruyar ve yuafi ona afiyet, sağlık ve sıhhat verer. Necə? Fadlen fəziləti gərəyi ilə. Yəni Uca Allahın hidayete yönlendirmesi, sağlıq və afiyet verməsi onun fəziləti gərəyilədir. Fəziləti ilədir. Bu qulların öz qazancları səbəbilə deyil. Necə ki, bu barədə Uca Allah belə buyurur. وَلَكِنْ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ. Lakin o, dilediğini azdırar, dilediğini ise doğru yola yönlendirer. وَيُضِلُّ مَنْ يَشَاءُ. Ve yudillu azdırar, yoldan çıxarar, men yeşâ'u dilediği kimsəni, istediği kimsəni ise azdırar. Ve yahzulu köməksiz qoyar, ve yebteli imtihan eder, adlen ədaleti gərək. Yani qullar hidayeti isteyip bu yönde çalıştıkları zaman Uca Allah onları fəzliyle, fəzilətiyle hidayete yönlendirer ve küfrü seçip azğınlığı istəyənləri isə ədaləti gərəyi istədikləri şeyə nail eləyər. Və kulluhum yetəqallabuna və kulluhum və bunların hər biri hərəkət edərlər fi məşiətihi və qulların hər biri Allahın istəyi çərçivəsində hərəkət edərlər beynə fədlihi və adlihi fəziləti və ədaləti çərçivəsində. Və huvə o Allah mütəalin münezzəhdir, yəni ucadır, anil əddədi ziddi olmaqdan, müxalifi olmaqdan, vəl əndəzi və misli bənzəri olmaqdan münezzəhdir, ucadır. Buradakı müteal ilə qəsd olunan mekansal olaraq bir ucalıq deyil, münezzəh olma yönü ilə Allah Azze ve Celle'nin uca olduğunu ifadə etmək üçündür. Necə ki, anil əddədi ziddi olmaqdan məqsədi isə müxalifi yönü ilə Allahın ziddi heç bir şeyi olmadığını ifadə etmək üçündür. Zidlik müştərək, eyni cinsdən olan şeylərdə olur. Yəni, beyaz bir şeyin ziddi olan qara, hündür bir şeyin ziddi olan qısalıq, eyni cinsdən olan şeylərdə olur. Təbii ki, heç bir şey Allah ilə eyni cinsdən olmadığı üçün Uca Allahın ziddi olan heç bir şey yoxdur deyə ifadə etmiş oluruq. Vəl əndədi də onun bənzəri, misli, ortağı heç bir şey olmadığını ifadə etmək üçündür. Və lə raddə əncəlləyib rədd etməyə qadir heç kəs yoxdur. Nəyi? Liqadaihi Allahın təqdir etdiyini, Allahın qəzasını və lə müaqqibə yəni aşağıda da mətnin altında da ifadə edildiyi kimi Allahın hökmünü təxir eləyib və dəyişdirəcək heç bir şey yoxdur.
heç kəs yoxdur. Və la muaqqibə li hukmihi, Allahın hökmünü dəyişdirib təxir edəcək heç kəs yoxdur. Və la qalibə li əmrihi, onun əmrinə qalib gələcək heç bir kəs yoxdur. 31-ci maddə ilə davam edirik. Əmənnə bizəlikə kullihi. Əmənnə, biz iman etdik. Bizəlikə, bunların kullihi hər birinə. Bunların hər birinə iman etdik. Və əykannə, təsdiq etdik. Qətiyyətlə təsdiq etdik. Əslində burada İmam Təhavi və əykannə ifadəsi ilə bütün bunların indiyə qədər oxuduğumuz maddələrin hər birini təqlid yolu ilə yox, əqli və nəqli dəlillərə dayanaraq etiqad etdiyimizi, təsdiq etdiyimizi ifadə etmək üçün bu şəkildə işlətmiş olur. Çünki kitabımızın başında dediyimiz kimi İmam Təhavi bu etiqadın Quran və sünnətə, sələfin məzhəbinə, ilk dönəm İslam alimlərinin etiqadının əsasında yazılmış olduğunu deyir. Və əykannə, biz qətiyyətlə təsdiq etdik. Ənnə kullə min indihi. Ənnə kullə, şübhəsiz ki, hər şey min indihi, Allahdan olduğuna, hər şeyin Allahdan olduğuna qətiyyətlə təsdiq etdik və bunların hər birinə iman etdik. Və innə Muhammədən, şübhəsiz ki, Muhamməd abduhul Mustafa, seçilmiş quldur. Və innə Muhammədən abduhul Mustafa və nəbiyyuhul muctəbə. Və nəbiyyuhul muctəbə, eyni şəkildə muctəbəyə də seçilmiş olan nəbi olaraq məna verə bilərik. Muhammed sallallahu aleyhi və səlləm seçilmiş quldur və seçilmiş nəbidir və Rasuluhul murtada və Allah qatında razı olunan rəsuldur. Və innəhu xatəmul ənbiyai. Və innəhu, şübhəsiz ki, o, xatəmul ənbiyai, nəbilərin sonuncusudur. Və imamul ətqiyai, və müttəqilərin, təqva sahiblərinin də imamı, öndəridir. Və seyyidul mursəlinə, seyyidlərin əfəndisi, və habibu rabbil aləmin, aləmlərin Rəbbi olan Allahın da sevdiyi quludur. Və kullu da'vən nubuvvəti ba'dəhu, və ondan sonra, yəni Muhammed sallallahu aleyhi və səlləmdən sonra bütün peyğəmbərlik iddiaları fəqiyyun, həddi aşıb yoldan sapmaqdır. Və həvə və nəfsə tabi olmaqdır. Yəni, Muhammed sallallahu aleyhi və səlləmdən sonra peyğəmbərlik iddiasında olan hər kəs həddi aşıb yoldan azmış və həvasına tabi olmuş, nəfsinə tabi olmuş kimsədir. Və huvə o, yəni Rasulullah sallallahu aleyhi və səlləm əl-məbu'usu ilə əmmətil cinni, əl-məbu'usu göndərilmişdir. İlə əmmətil cinni, cinlərdən olan hər kəsə və kəffətil vəra, və insanoğlu olan hər kəsə göndərilmiş rəsuldur. Bil haqqi, haqq, vəl hudə, hidayət səbəbilə, və bin nuri və diyə, işıq, aydınlıq olaraq, yəni onlara ışıq və aydınlıq olaraq, eyni zamanda haqq və hidayət səbəbi ilə göndərilmiş sonuncu rəsuldur. Necə ki, bu barədə Uca Allah belə buyurur.
قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللّٰهِ إِلَيْكُمْ جَمِيعًا. De ki, ey insanlar, gerçəkdən, həqiqətən mən sizin hər biriniz üçün göndərilən Allahın peyğəmbəriyəm. Başqa bir ayədə belə buyurulur. وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا. Biz səni ancaq bütün insanlara müjdələyici və xəbərdar edici olaraq göndərdik. Bununla da növbəti dərsimizin sonuna gəldik. İləridəki dərslərdə görüşmək ümidi ilə Allaha əmanət olun. Velhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmain.